Süleyman peyğəmbərin sözüdür. Görün nə qədər ədəblidir bu peyğəmbər. Amma danışanda Allah necə danışır? Qal Rabbi awzi'ni an ashkur. Allah özün nəsib elə mənə, Rəbbim özün nəsib elə mənə şükr eləyim. Şükr eləməyə mənə nəsib elə. Özün lütf elə. Demirəm filan əməl eləmişəm, bunu mən lütf elə. Yox. Eləm lütf elə mənə. Sənin verdiyin nemətə şükr eləyim. Bunu mənə nəsib elə. Özü maraqlı deyir. Demir neymətə şükr edim. Deyir sənin verdiyin neymətə şükr edim. Yəni bu sənin verdiyin neymətdir. Elə sənindir. Sadəcə məndədir. Amma sənindir. Mən bunu unutmamışam. İndi də səndən bir şey istəyirəm ki, şükr eləməyə də mənə nəsib elə. Çünki bu neyməti başqasına da verə bilərdin. Amma mənə vermirsən bunu. Düzdür sənindir, bildim. Amma indi şükr eləməyə mənə nəsib elə. Allahla belə danışır.